Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi və eyni zamanda da sakit asanlaşdırıcısı Leyla Şahbazova. Stress bu həyatımızın görünməyən, lakin hiss olunan daimi qonağıdır. Və bunun qarşısı alınmadığı zaman baş ağrıları, həyəcan, təşviş, hətta nevroloji xəstəliklərlə belə qarşılaşa bilərik. Yaxşı, bəs bununla baş etməyin yolu yalnız dərmanlardırmı? Xeyr. Psyche metodu tamamilə fərqli və təbii yöntəm olaraq bununla baş etməyimizə kömək ola bilər. Psyche metodu bizim şuuraltımızda olan neqativ inancları və təcrübələri araşdıraraq balanslaşdırır. Və bu yalnız rahatlama metodu deyil, eyni zamanda da beyin və bədən arasında yeni və daha sağlam əlaqələr yaradır. Çünki stress yalnız hiss olunmur, eyni zamanda da beynimizin və bədənimizin fəaliyyətinə təsir edir. Psyche metodu mən bacarmaram, mən bacarıqsızam, çox yüklənmişəm kimi neqativ inancları araşdırır və tapır və onları balanslaşdırır. Və bu zaman ani olaraq artıq bir rahatlama gəlir. Sanki beynimiz qorxu rejimindən təhlükəsizlikdəyəm rejiminə keçirmiş kimi. Bu metod çox asan, qısa müddətdə tətbiq olunan, ağrısız və tam təbii bir üsuldur. Ona görə əgər siz artıq stresslə baş edə bilmirsinizsə və tək olduğunuzu hiss edirsinizsə, yeni bir dərmansız yöntəm axtarırsınızsa, o zaman bəlkə də Psyche metoduna müraciət etməyinizin zamanı çatmışdır. Ona görə Psyche metodu ilə stressdən çıxa bilərsiniz. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz. Mütləq şəkildə cavablandırılacaq və daha çox nevroloji və bu yöntəm haqqında məlumat almaq istəyirsinizsə, kanalıma abunə ola bilərsiniz.